Herkese salam, yeni bir dərsə xoş gəlmisiniz. Bugün sizə Qrammatik Aktiv kitabının davamı olaraq 13-cü dərsi izah edirəm. 13-cü dərsimizdə bizdən nomen plural, yəni isimlərin cəm formasını öyrənirik. Məsəl üçün, başlıqda da verilib die Männer, kişilər, die Frauen, qadınlar, die Babys, körpələr. Görürsünüz, burada da şəkillərdə də göstərilir. Azərbaycan dilində isimlərin cəm formasını düzəltmək çox rahatdır. Bunları da şəkilçisini əlavə edirik, olur bizim cəmimiz. Ancaq Alman dilində bu biraz fərqlidir. Belə ki, Alman dilində isimlərin cəmini düzəltmək üçün 5 tip cəmlənmə növü var, hansı ki müəyyən şəkilçilər vasitəsilə düzəlir. Buna görə də hər zaman qeyd olunur ki, Alman dilində isimləri öyrənərkən mütləq cəm forması ilə birlikdə öyrənmək lazımdır. Və biz bilirik ki, Alman dilində bütün isimlər cümlənin əvvəlində, ortasında, sonunda harda gəlməsinə baxmayaraq böyük hərflə yazılır. Yəni bir mətn oxuyanda harda böyük hərflə yazılmış söz gördüsə, o bilin ki, %100 isimdir. İndi isə biz baxırıq isimlərin cəmlənməsinə. Deməli, birinci görürsünüz burada yazılıb endung, sonluq, beispil, bunlar isə nümunələrdir. Endungda deyir ki, en. Yəni ki, bizim bu ikinci tip cəmlənmə növün şəkilçisidir. Üçüncü tip cəmlənmənin şəkilçisidir. Birinci tip cəmlənmənin şəkilçisidir. Dördüncü tipdə şəkilçi olmur, sadəcə artikel dəyişir. Beşinci tipdə isə S şəkilçisi ilə düzəlir. Birinci başlayırıq ikinci tip cəmlənmə ilə. Biz hardan biləcəyik ki, misal bu ikinci tip cəmlənməyə aiddir. Ən gözəl variantı dediyim kimi isimləri cəmi ilə bərabər öyrənməkdir. Ancaq, misal, burada biraz qeydlər var ki, bunlar bizə kömək eləyir ki, biz bilək ki, isim n-lə bitməlidir cəm forması. Deyir ki, alle Nomen mit ung, heit, kite, i, o, ion. Bütün ung, heit, kite, i, or, ion ilə olan isimlər deməli bitir, cəmlənməsi düzəlir n şəkilçisi ilə. Yəni, bu həm də elə bil qadın cinsli isimlər düzəldən şəkilçidir. Bu şəkilçiləri gördüksə, biz avtomatik olaraq n-lə cəmləndirməliyik. Misal, die Übung nədir? Çalışma. Baxırıq ki, ung-la bitib, ona görə də n şəkilçisi əlavə oldu. Die Übungen oldu çalışmalar. İkinci deyir ki, fast alle Nomen mit e. Yəni, demək olar ki, bütün e ilə bitən isimlər cəmlənərkən n-nı qəbul edir. Yəni, burada görürsünüz, n belə göstərilib. Misal, die Tasche, çanta, die Taschen, çantalar. Nə oldu? E ilə bitmişdi. E ilə bitdi, n əlavə olundu. Daha sonra deyir, viele feminin Nomen, çoxlu qadın cinsli isimlər. Die Frau, qadın, die Frauen, qadınlar. Nədir? N şəkilçisi ilə düzəldi. N də in qoşalaşır olur n-lə. Yəni, əgər sonu in-lə bitən qadın cinsli isimdirsə, bu olacaq n-lə. Die Kundinnen, qadın müştəri, qadın müştərilər artıq cəmləndi. Daha sonra baxırıq üçüncü tip ilə düzələnlər. Fast alle kurze neutrale Nomen. Demək olar ki, bütün qısa orta cinsli isimlər aiddir ilə düzələnlərə və einige maskuline Nomen, aber kein Familie. Yəni, bir neçə kişi cinsli isimlər, amma ki, bura, yəni erə qadın cinsli isimlər aid deyil. Misal, orta cinsli isimlərdən das Kind, uşaq, die Kinder, uşaqlar, hansı ki, Kinder şokoladı da, misal üçün yadınıza gəlirsə, onun üzərində Kinder yazılıb. O, hansı ki, cəmidir bu das Kindin, die Kinder, uşaqlar. Das Buch,
kitap, die Bücher, kitaplar. Der Mann, kişi, die Männer, kişiler. Burada misal üçün görürsünüz ikinci tip, birinci tip və dördüncü tipdə yazılıb ki A, O, U, A. Werden oft E, Ö, Ü, Oy. Yəni ki, əgər qalın saytlar varsa, bəzi isimlərdə umlaut qəbul edir. Görürsünüz, das Buch cəmdə oldu, die Bücher, Ü oldu. Der Mann cəmdə oldu, die Männer, umlaut qəbul etdi. Bu aiddir ilə düzələn şəkilçilərə. Daha sonra birinci tip cəmlənməyə aid olan isimlərdir. Misal, viele kurze Namen, çoxlu qısa isimlər. Der Stuhl, qısa isimlər, yəni tək hecalı isimlər. Düzdür, burada da misal ölçüdə indi qruplara görə ayrılıblar. Misal, er ilə düzələnlər, ilə düzələnlər. Bəzən bəli, düşünürük ki, kəşki, misal, kişi cinslər bir tiplə, qadın cinslər bir tiplə, orta cinslər bir tiplə cəmlənsəydi. Amma ki, artıq bu da Alman dilinin qrammatikasıdır. Bu şəkildə öyrənməliyik. Birinci tipə aid misal, der Stuhl, stul sözü cəmlənərkən olur die Stühle, yəni yükünə eyni əlavə edərək cəmləndirirlər və bundan əlavə isim umlaut qəbul edir. Das Brot, çörək, die Brote, çörəklər. Artıq görürsünüz, bu isimimiz qəbul etmədi. Və etməyən bir çox isimlər də var. Daha sonra die Hand, əl, die Hände, əllər. Gördünüz, nə etdik? İsimimizə E şəkilçisini əlavə etdik və bu da növ olaraq birinci növ cəmlənməyə aiddir. Daha sonra dördüncü növ cəmlənmədə isə heç bir şəkilçi olmur. Sadəcə olaraq isimlərin artiklı hər nədirsə, o dəyişir olur di. Çünki biz bilirik ki, artiklın cəm forması didir. Və elə isimlər ola bilər ki, umlaut qəbul edə bilər, elə isimlər də var, qəbul etməyə bilər. Və burada yazılır ki, viele Namen mit er, en, el, alle Namen mit hen, line. Yəni, çoxlu er, en, el ilə bitən isimlər aiddir dördüncü tipə və bütün hen, line ilə olan isimlər aiddir dördüncü tipə. Der Vater, ata, die Väter, atalar. Der Garten, bağ, həyət, die Gärten, bağlar, həyətlər. Der Sessel, oturacaq, kreslo, die Sessel, kreslolar. Oturacaqlar artıq nədir? Sadəcə görürsünüz, artikl dəyişir. Das Brötchen, çörək, die Brötchen, çörəklər. Bu əslində çörək deyil də bulku kimi nəzərdə tutun, bulkular. Biz bilirik ki, əgər bizim ismimiz cəmdədirsə, mütləq şəkildə xəbərimizlə nə etməliyik? Cəmə görə uzlaşdırmalıyıq. Beşinci tip cəmlənməyə isə alle Namen mit A, I, O, Ü ilə, Y ilə bitən isimlər S şəkilçisi ilə düzəlir. Alle Abkürzungen, bütün qısaltmalar S-lə düzəlir. Viele Fremdwörter, bütün alınma sözlər S ilə düzəlir. Das Taxi, die Taxis. Das Radio, die Radios. Der PKW, die PKWs. Der Job, die Jobs. Ən sonda isə burada unregelmäßig, yəni ki, qaydaya tabi olmayan isimlərdir. Misal, das Museum, das Datum, das Visum, das Praktikum, die Praxis, die Firma. Bunlar cəmlənərkən kökündə dəyişiklik baş verir. Belə ki, kökü dəyişir olur en. Muzeum, muzeydir. Die Museen, artıq müzeylər cəmləndi. Das Datum, tarix. Die Daten, tarixlər. Eynən bu şəkildə gördüyünüz kimi qaydaya tabi olmayan isimlərdir. Daha sonra qayda hissəsində izah olunur davam olaraq kein plural. Yəni hansı ki bunların cəm forması olmur. Abstrakt Namen, yəni mücərrəd isimlər. Das Glück, die Liebe, der Hunger, die Kommunikation, der Sport, die Musik, das Wetter. Nomen für Material. Material yəni adları, isimlər, material olan isimlər. Das Gold, das Wasser, die Milch,
Daha sonra Sammelnamen toplu isimler, ümumi ad, das Obst, die Polizei, die Kleidung, der Urlaub. Infinitiv Eisnomen, isimleşmiş məstərlər. Das Essen, das Sprechen, das Spielen. Hansı sözü bilmirsinizsə lüğətdən istifadə edə bilərsiniz. Daha sonra kein Singular, bunların isə təki olmur. Einige Ländernamen und geografische Namen, bir neçə ölkə adları və geografik adlar, die USA, die Alpen, Amerika Birləşmiş Ştatları, Alp dağları. Sammelnamen, toplu isimlər, die Eltern, valideynlər, hər zaman cəmdə olur, tək variantı yoxdur. Die Leute, insanlar, təki yoxdur. Die Möbel, mebellər, əslində das Möbel olaraq görmüşəm bunu. Ola bilər ki, indi bu şəkildə istifadə etsinlər. Die Möbel, und die Ferien və tətil günləri. 13-cü dərsimiz 6 çalışmadan ibarətdir. Mən sizə hər çalışmadan 1-2 nümunəni izah edəcəm. Yerdə qalanlarını siz yoxlayarsınız. Kitabın arxasında cavabları var. Qaydanı öyrəndikdən sonra çalışmalara göz gəzdirirsiniz. Əgər bilmədiyiniz sözlər varsa, mütləq şəkildə öyrənməlisiniz. Çünki xüsusən də bu artıq isimlər, isimlərin cəmlənməsidir. Bilmədiyiniz söz olarsa, heç bir şəkildə çalışmaları yaza bilmərsiniz. Sözləri öyrəndikdən sonra isə artıq rahatlıqla çalışmaları işləyərsiniz. Əgər bu mövzunu yeni hələ öyrənirsinizsə, bu sizin üçün biraz çətin ola bilər. Çünki burada misal üçün bayaq qrammatik hissədə izah elədik ki, bu isimlər bu tip cəmlənməyə aid olur, bu tip isimlər bu tip cəmlənməyə aid olur. Yəni bunu birdən-birə öyrənmək, mənimsəmək asan deyil. Buna görə də hər zaman tələbələrə məsləhət görülür ki, ismi öyrəndiyiniz zaman ismin cəm formasında öyrənin. Çünki bu Azərbaycan dilində belədir ki, bütün isimlərə larlar şəkilsini qoşmaqla biz cəm əmələ gətirə bilirik. Amma Alman dilində isə hər isim özünə görə, yəni məsəl üçün Das Buch kitabı bayaq qeyd etdiyimiz kimi 3-cü tip cəmlənməyə aid olur. Şəkilsinə qəbul edir, olur die Bücher. Ondan sonra die Tasche, çanta sözü misal üçün 2-ci tip cəmlənməyə aid olur. Şəkilsinə əlavə edilməsilə düzəlir, olur die Taschen. Yəni isimlər fərqli-fərqli şəkillərlə düzəldiyinə görə konkret olaraq deyilə bilmir ki, bütün isimlərə bir dənə bu şəkilçini əlavə etməklə Alman dilində isimlərin cəmi düzəlir. Xeyr, bu belə deyil, təəssüflər olsun ki, əgər dediyim kimi yeni öyrənirsinizsə, bu mövzunu hələlik keçə bilərsiniz. O şərtlə ki, siz artıq isimləri öyrənmişsiniz, yetəri qədər söz ehtiyatınız var, dediyim kimi, müəyyən qədər artıq həm təkini, həm cəmini bilirsiniz. Onda bu çalışmaları işləmək sizin üçün rahat ola bilər. Amma ki, sıfırdan buradakı sözlərə baxırsınız, sözlərin çoxsunu tanımırsınız, onda bəli, təəssüflər olsun ki, bu cəm məsələni işləmək, yəni bu dərsi işləmək sizin üçün çətin ola bilər. İndi birinci çalışmaya baxırıq ki, welche Nomen bekommen keine Endung im Plural unterstreichen Sie? Deyir, hansı isimlər cəmdə sonluq almırlar? Altından xətt çəkin. Misal birinci der Fernseher, televizor sözünün altından xətt çəkilib. Çünki buradakı isimlərdən hansısa 4-cü tip cəmlənməyə aid olan isimlər var. Hansı ki 4-cü tip cəmlənmədə nə idi? Şəkilçi yox idi. Sadəcə olaraq artikl hər nə idisə keçib olurdu di. Sadəcə artikl dəyişir. Der Fernseher olur misal üçün die Fernseher, televizorlar. Ondan sonra das Buch xeyr, die Banane xeyr, das Mädchen bəli. Çünki orada qeyd edir ki, yer şəkilçisi ilə olan isimlər 4-cü tip cəmlənməyə aiddir və sadəcə artiklı dəyişir. Das Hobby xeyr, das Kind xeyr, der Schlüssel bəli. Çünki qeyd etmişdi ki, en, el ilə bitən kişi cinsli isimlər 4-cü tip cəmlənməyə aiddir. Həmçinin der Lehrer, die Tasche xeyr, der Mann xeyr, der Wagen bəli. Çünki niyə? En şəkilçisi ilə bitir, ona görə aiddir 4-cü tip cəmlənməyə.
Der Reifen həmçinin, das Fläschchen həmçinin, der Verkäufer həmçinin, die Tomate xeyr. Bu isimler, altına xətt çəkdiyimiz isimler aiddir dördüncü tip cəmlənməyə. Məsələn, das Mädchen qız, die Mädchen qızlar, der Schlüssel açar, die Schlüssel açarlar, der Lehrer müəllim, yəni kişi müəllimlə söhbət gedir, die Lehrer müəllimlər, der Wagen araba, die Wagen arabalar, der Reifen teker, der Reifen teker, die Reifen tekerler, das Fläschchen balaca butulka, die Fläschchen balaca butulkalar, der Verkäufer satıcı kişi, die Verkäufer satıcı kişiler. Daha sonra ikinci çalışmada plural endung en, es, o da e. Yani ikinci tip cəmlənmə, beşinci tip cəmlənmə və yaxud da ki, birinci tip cəmlənmə ergänzen Sie tamamlayın. Misal üçün artıq deyək ki, bu isimləri siz bilməlisiniz və bilirsinizsə, deməli cəm forması artıq öyrənmisiniz, sizin üçün rahatlı yaza biləcəksiniz. Amma sırf olaraq, necə deyim, biraz ayırt etmək çətindir. Buradan bir ikisini izah edeyim. Misal üçün das Haar, saç sözü bu orta cinsli isimdir. Orta cinsli isimlərin əksəriyyəti aiddir birinci tip cəmlənməyə. Birinci tip cəmlənmədə də olur die Haare. E şəkilçisini qəbul etdim. Ondan sonra misal die Information. Tion ilə bitən isimlər, qadın cinsli isimlər hər zaman en şəkilçisi ilə düzəlir. Olur ayda informationen. Bir de tələbələr əksər vaxtı səhvlikləri eləyirlər. Böyük inin başında heç vaxtı nöqtə qoyulmur. Ondan sonra misal üçün der Name ad sözü. Eynən bitən isimlər çox vaxtı n-nı qəbul edir. N. Die Namen adılar. Daha sonra misal üçün 21'də Lösung ung ilə bitən qadın cinsli isimlər hər zaman en şəkilçisini qəbul edir. Lösungen cavablar. Daha sonra üçüncü çalışmada wie heißt der Singular schreiben Sie təkin necə adlanır yazın. Misal üçün birinci die Bilder. Deməli bu er şəkilçisi ilə düzəlib. Bunun tək forması das Bild şəkil, die Bilder şəkillər. Ondan sonra baxaq görək. Die Kurse kurslar. Deməli təkdə olanda der olur. O zaman kurs sözüdür. E şəkilçisi ilə düzəlib. Bayaq qeyd etdiyim informationen. En şəkilçisini atdıqda olur information. Eynən bu şəkildə isimlərin tək formasını yazmalısınız. Sonra dördüncü çalışmada deyir ki, welche Nomen haben keinen Plural, unterstreichen Sie. Hansı isimlərin cəmi yoxdur? Altından xətt çəkin. Əlbəttə ki, artıq hər bir ismin mənasını bilmək lazımdır. Der Zucker, şəkər, bunun cəmi yoxdur. Ondan sonra məsəl üçün das Wasser, su sözünün cəmi yoxdur. Bir dənə nümunə, misal, das Fleisch, ət sözünün cəmi yoxdur. Daha sonra 5-ci çalışmada isə deyir ki, welche Nomen haben keinen Singular, unterstreichen Sie. Hansı isimlərin təki yoxdur? Altından xətt çəkin. Məsəl üçün, cəmdə olan die Großeltern. Bu valideynlər, yəni böyük valideynlər, nənə, baba cəm olaraq gedir. Bunun təki yoxdur. Ondan sonra die Möbel, mebellər. Bunun təki yoxdur. Ondan sonra 6-cı çalışmada isə aynı Bestellung, ergänzen Sie die Pluralendungen und den Umlaut wenn nötig. Sifarişte görürsünüz burada Möbelhaus okuyor. Burada
rəqəmlər, adları və nömrələri yazılıb. Hansı ki, biz bilirik ki, miqdar sayından sonra gələn isimlər mütləq şəkildə cəmlənir. Əlbəttə, yenə ismin cəmlərini bilməliyik. Məsəl üçün, Küchenstuhl mətbəx stulu deməkdir. Cəmlənəndə ştul sözü umlaut qəbul edir və olur Stühle. Küchenstühle. Ondan sonra lampe sözü eynən bitirdisə sadəcə n əlavə olunurdu. Olurdu lampen. Vier Lampen. Ondan sonra bunda deyim Schrank, şkaf sözüydü. Deməli bu əlavə olunurdu və plus umlaut. Olur Schränke. Vier Schränke. 4 şkaf. Və s. Bu dərsdə artıq, yəni belə deyim ki, izah edəcəyim bir məqam yoxdur. Dediyim kimi, sadəcə olaraq siz isimləri və isimlərin cəmlənməsini bilməlisiniz. Əgər yenisinizsə, kitabın arxasından və yaxud da ChatGPT vasitəsilə bu isimləri yazıb, həm mənalarını öyrənə bilərsiniz, həm təkini cəmini öyrənə bilərsiniz və beləliklə həm sizin söz ehtiyatınız artacaq, həm də ki, isimləri tanımış, bilmiş olacaqsınız. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.